Salamlar hər birinizə gənclər, mən Ceyhun İsmailov. Bugün mən sizə Future Perfect Continuous Tense formunu icra edəcəm. Bunun bir növ bu cür tərcümə olacaq. Tərcümə eləmək olar ki, gələcəkdə e, davam edib bitmiş bir zaman. İzahını indi birdən cümlə üzərindən sizə göstərim. Bir dəqiqə. Aha. Məsəl üçün tutaq ki, mən sabah saat 8-ə qədər bu işi görmüş olacağam. Düzəlməsi necədir? Baxın. Birinci mən gəlir, təbii ki, I. Sonra işi görmüş olacağam dedim axı. İndi bu nə cür düzələcək? Birinci will gələcək. Will. Sonra have gələcək. Sonra been gələcək. I will have been. Bura kimi bütün elə bil ki, necə deyim, feillərdə bu cür işlənir, sonra feilin özü gəlir. I will have been doing. This job, bu işi saat 8-ə qədər. By 8 o'clock. Aha, bu cür. Yəni ki, sabah saat 8-ə qədər mən bir işi davam edib və bitirmiş olacağam. Gələcəkdə davam edib bitmiş zaman. Yenə bu hissələrə qayıdacağam. Yəni tam olaraq hansı situasiyalarda işlənir, amma birinci yenə də düzəlməsi hissəsinə qayıdaq. Necə düzəlir? Bax, burada da göstərdiyim kimi birinci I gəlib, yəni subject. Birinci subject gəlir. Üstünə will gəlir. Will. Üstünə have been gəlir. Və normalda məsəl üçün have işlənən cümlələrdə təklərlə have işlənirdi. Daha doğrusu təklərlə have işlənir, cəmlərlə have. Amma burada hamısı ilə, təklərlə də, cəmlərlə də have işlənəcək. Yəni təkindən, cəmdən asılı olmayaraq hamısına will have been ilə başlayacağıq. Subject, sonra will, sonra have been, sonra doing yazdım axı mən burada. Yəni ing artırdım. Do'nun üzərinə. Yəni verb üstəgəl ing. Cümlə bu cür qurulacaq. Subject, üstəgəl will, üstəgəl have been, üstəgəl verb ing, sonra da object gələcək. İndi bunu da hər hansısa bir cümlə üzərindən nümunələri göstərim sizə. Məsəl üçün bu səfər he ilə başlayaq. He burada subjectdir. Üstəgəl will, have been, bunu yazmama ehtiyac yox idi heç. Plusu silim. He will have been. Üstəgəl verb ing dedik axı. Məsəl üçün sleeping. Sleep yazdıq. Üstünə də ing əlavə elədik. Sleeping. Tutaq ki, in his bed. Sonra da bura zərfli əlavə eləməliyik axı biz. Ki, müddəti də göstərək. Məsəl üçün all morning.
Deməli, cümlə bu cür oldu. He will have been sleeping in his bed all morning. Bütün səhər o öz yatağında yatmış olacaq. Gələcəkdə bir hadisənin nə qədər müddət davam edib, yəni burada nə qədər müddət hissəsi all morning, yəni bütün səhər. Biz burada bütün səhəri yerinə məsəl üçün nə verə bilərdik? All day də verə bilərdik. Tutaq ki, for 3 hours da deyə bilərik. 3 saatdır ki, yatmış olacaq bir növ. Belə. Və burada he-nin yerinə biz she də qoysaq, məsəl üçün they də qoysaq, we də qoysaq, nə qoysaq, burada yenə də will have been sleeping kimi olacaq. Burada have dəyişib, has falan olmayacaq. Hamısı bu cür olur. Ümid edirəm bunu anladınız. İndi isə gəlin keçək bunun sual və inkarının necə düzəldiyinə. Baxın. Burada da yazmışam, gələcəkdə müəyyən müddət davam edəcək zamanlara aiddir bura. I will have been cleaning the house. Baxın. I, subject, will have been cleaning, təmizləmiş olacaq the house, evi. Daha sonra. Bax, gördüyünüz kimi subject gəlir, sonra will have been, sonra verb ing gəlir. İnkarda necə olacaq? Yenə subject gəlir, sonra will not have been. Üstə gəlib verb ing olacaq. Yəni ki, bayaq ki, cümlə haradaydı? Onun üzərindən də göstərək. Başqa yerə yazaq. I will have been sleeping for 3 hours. Aha. Mən 3 saatdır ki, yatmış olacağım. Burada will'dən sonra not hissəciyi əlavə edirik. I will not have been sleeping for 3 hours. Nəysə belə. Gördünüz, will'dən sonra will and have-in arasına not, have been arasına not əlavə olundu. Burada will notun qısaltması da var. I won't have. Ümid edirəm xəttin başa düşürsünüz. Been, sonra cümlənin qalanını belə yazırıq. Yəni ki, inkarı bu cür düzəlir. Bəs bu cümlənin sualı necə olacaq? Sual da çox asandır. Sadəcə buradakı will I-dən əvvələ keçir. Will I have been, cümlənin qalanını belə köçürdürük. Sual işarəsi. Sualda bu şəkildə düzəlir. Sualın inkarı bir yerdə olsa, tutaq ki, o, məsəl üçün 3 saatdır ki, yatmamış olacaq, yatmış olacaq, yox, yatmamış olacaq sualını verirsən. Won't I have been sleeping. Cümlənin qalanını belə yazsan, sual işarəsi. Bu şəkildə. Ümid edirəm anladınız. İndi gəlin nümunə cümlələrə baxaq. Daha yaxşı anlayasınız. Təsdiq cümlə. I will have been studying for hours by 8 p.m. Saat 8-ə qədər 3 saat olmuş olacaq ki, mən dərs oxumuş olacağım. I will have been studying.
ya da ikinci cümlə. Bunlar təsdiqdir. She will have been working. O çalışmış olacaq, işləmiş olacaq burada 10 ildir ki. Yəni gələcək ay artıq o 10 ildir ki, burada işləmiş olacaq. Mən dedim, bir müddət davam edəcək zamanları bildirir. Bu ancaq 3 saatdan, 1 aydan falan ibarət deyil də 10 il falan da ola bilər. Sonra inkar da bax, dediyimiz kimi will not kimi də olur. Will not have been. Want kimi də qısaltması da bu cür olur. They won't have been waiting for long. Uzun müddətdir ki, deyir onlar gözləməmiş olacaq bir növ. Ya da ki, they will not have been living here for 5 years by then. Yəni 5 ildir ki, bir növ onlar burada yaşamamış olacaq. Ya da sualı da will dediyimiz kimi əvvələ keçir. Will you have been working? Sən çalışmış olacaqsan burada 1 ildir ki, yəni gələcək iyuna qədər sən 1 ildir ki, burada çalışmış olacaqsan. Ya da will she have been sleeping? Sən bir növ yatmış olacaqsan 8 saatdır ki, səhərə qədər. Bu cür. Burada zərflər var. By tomorrow səhərə qədər. By next year gələnə qədər. Ya da for 4 hours 2 saatdır ki, 5 ildir ki. By the time bu vaxta qədər bir növ. Before əvvəl. Baxın, by next July gələcək iyula qədər I will have been learning English for 3 years. Gələcək iyula qədər artıq 3 il olmuş olacaq ki, mən ingilis dilini öyrənmiş olacağam. Ya da ki, saat 6-ya qədər 2 saat olacaq ki, mən futbol oynamış olacağam. Bu cür. Yəni işlənməsi bu cürdür. Ümid edirəm anladınız. Əgər anlamadığınız hissələr olsa, bunu şərh bölməsində məndən soruşsanız, orada mən sizə cavablandıracağam. Yəni cavablandırmağa çalışacağam. Bəli, videomu bəyəndinizsə, şərh yazmağı, like atmağı və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.